Hər vaxtınız xeyir olsun. Mən Cənan Həsənov. Yenə də izahlı dərslərimizi, sınaq izahı olan dərslərimizi davam etdiririk. Bugün ümumi sınaq 7-ci ayıracağıq. İlk sual, deməli, qədim Azərbaycan dövlətləri ilə bağlıdır. Manna və Albaniya dövlətləri. Baxaq, uyğunluğu müəyyən etməliyik. Deməli, Manna dövləti və Albaniya dövləti. Manna dövlətinin əvvəlcə mövcud olma vaxtlarına baxaq. Eramızdan əvvəl 9-cu əsrdən mövcud olub. Eramızdan əvvəl 590-a qədər. Albaniya dövləti eramızdan əvvəl, belə deyək, 4-cü əsrin sonu yaranmışdır. Eramızın 705-nə qədər. Əhəməni imperiyasının asılı olması Manna. Təbii ki, bu yanlışdır. Çünki Əhəməni imperiyası eramızdan əvvəl 550-də yaranıb. Manna artıq 40 ildir ki, həyatda yox idi. İskit padşahının müttəfiq olması, bəli, eramızdan əvvəl 7-ci əsrdə İskitlər Azərbaycana gəlib dövlət yaratdıqdan sonra Manna ilə yaxınlaşmış və ortalıqda Manna-İskit-Midiya büzağı yaranmışdı Asuriyaya qarşı. Ağsaqqallar Şurasının fəaliyyət göstərməsi, bəli, fəaliyyət göstərdi və hökmdardan asılı idi. 1B-si. Albaniya dövlətinə gəldikdə isə kirəmitdən istifadə edilməsi əlbəttə Yunan mədəniyyətinin təsiri altında istifadə olunmuşdur. Zərdüştlük dininin hakim olması. Albaniyada zərdüştlük çox az miqdarda var idi, hakim deyildi. Zərdüştlük hakim olub Atropatenada. Roma imperiyası dostluq münasibətlərinin olması, bəli, Albaniya Roma Respublikasından daha çox Roma imperiyasına münasibətləri yaxşı olubdur. Əsas da Parfiya Atropatenaya son qoyandan sonra Atropatenanın başına gələcəkdən narahat olan Albaniya Romanın yaxınlaşmağa cəhd eləmişdi. 1B-S, 2A-S. Davam edək. İkinci. Birinci və İkinci Dünya müharibəsi dövründə Cənubi Azərbaycan milli azadlıq hərəkatı nəticəsində müstəqillik qazanmışdı. Heç vaxt Cənubi Azərbaycanda müstəqillik olmayıb, maksimum muxtariyyət olub. SSR tərəfindən işğal edilmişdi. Nəzərə alsaq ki, SSR 1922-də yaranmışdı. Birinci Dünya müharibəsinin əhatə etdiyi dönəmdə SSR ifadəsini işlətmək olmaz. İkinci Dünya müharibəsi isə təbii ki, bilirik 1939-1945-ci illəri əhatə edib. Pəhləvilər sülaləsinin idarə etdiyi İranın tərkibində idi. Pəhləvilər 1925-də hakimiyyətə gəlib və Birinci Dünya müharibəsi zamanı yox idilər. Muxtariyyət uğrunda mübarizə, bəli, bunu demək olar. Çünki muxtariyyət uğrunda mübarizə 1917, 1920 və bu Birinci Dünya müharibəsinə düşür və yaxud 1941, 1946 bu da İkinci Dünya müharibəsinə düşür. Cavabımız D variantıdır. Türkiyə və Rusiya arasında müharibə meydanına çevrilməsi hardasa Birinci Dünya müharibəsində demək olar ki, Türk qoşunları daxil olmuşdur. Düzdür, Osmanlıya Türkiyə demək üçün biraz tez idi. Amma hardasa Birinci Dünya müharibəsini götürmək olar. Amma nəzər alsaq ki, İkinci Dünya müharibəsinin əksər vaxtında Türkiyə müharibəyə qoşulmayıb, Y variantı absurddur. 3-ə baxaq. 19-cu əsrin ikinci yarısı, 20-ci əsrin əvvəlləri. 19-cu əsrin ikinci yarısı təbii ki, neçənci illərdir? 1851-1900. 20-ci əsrin əvvəlləri isə 1901, təxminən 1920. Baxaq. Və Şimali Azərbaycan diqqətimizdə saxlayaq. Qəza məktəblərinin fəaliyyət göstərməsi. Əgər qəza məktəbləri 1872-ci ildən etibarən pullu şəhər məktəblərində çevrilmişdirsə, yəni qəza məktəbləri 1872-də artıq ləğv edilmişdirsə, bu məktəblər 20-ci əsrin əvvəllərini görə bilməzlər. Satirik mətbuat nümunələrinin nəşr edilməsi. Azərbaycanın şimalında da, cənubunda da satirik mətbuat nümunələri 20-ci əsrin əvvəllərində meydana gəlib. Ona görə 19-cu əsrin ikinci yarısını görə bilməz. Azərbaycanlı qızlar üçün pansion tipli məktəblərin açılması bu ilk dəfə 1901-də, yəni 20-ci əsrdə açılıb. Ona görə 19-cu əsrin ikinci yarısı ola bilməz. Azərbaycan müəllimlərinin qurultayı ilk dəfə 1906-da keçirilib 20-ci əsrdə. Bu da oxşar cəhət ola bilməz. Təhsil haqqında yeni əsasnamə, bəli, hər ikisində var. Məsələn, 1872-ci ildə qəza məktəbləri pullu şəhər məktəbləri oldu. Elə 1912-ci ildə həmin pullu şəhər məktəbləri nə oldu? Yuxarı məktəblərə çevrildilər. Və doğrudan da görürük ki, həm 19-cu əsrin ikinci yarısına aid xüsusiyyət var, həm 20-ci əsrin əvvəllərinə. Ona görə də cavabımız Y variantıdır. Maraqlı sual idi. 4-ə baxaq. Şah Süleyman, Şah II Abbas və Şah Sultan Hüseyn. Hakimiyyət illərini yazaq bizim üçün daha rahat olsun.
Şah Süleyman 1666-1694, Şah II Abbas 1694-1722, Şah Sultan Hüseyin 1722-1732. Şah Sultan Hüseyni biraz geniş formatda yazım aşağıda. 1722-nin deməli, Şah Sultan Hüseyndə deməli mən hakimiyyət illərində müəyyən bir səhv elədim. Şah II Abbasın hakimiyyət illəri 1642-1666. Üzrlə hesab edin. Bir balaca fikir dağılan kimi adam səhv edir. Şah Sultan Hüseyn hakimiyyət illəri isə 1694-1722-nin martı. Mart ayını xüsusi diqqətimizdə saxlayaq, çünki Pyotr 1722-nin iyununda gəlib. Və bu zaman artıq Şah Sultan Hüseyn deyil. Baxaq. Əhalinin siyahıya alınması bu Şah Sultan Hüseyndir. Çünki bu 1699-dur və 1699 Şah Sultan Hüseynə düşür. Bu düzgün cavabdır. Rusiya ilə ticarət müqaviləsinin imzalanması bu Süleymanda var, amma burada Süleymanla toxuşan nöqtə yoxdur. Bir də Şah Sultan Hüseyndə var. Neçənci ildə? 1717-də. Doğrudan da bu da düşür. Ədalət divanı isə 2-ci Abbasın dövründədir. 2-ci Abbas kifayət qədər, belə deyim, yaxşı hökmdar olub, müəyyən borcları da ləğv edib. Cavabımız 1, 2, 4, yəni A variantıdır. Davam edək. 5-də. Azərbaycanın 13-cü əsrin 40-cı illərinə aiddir. Yəni 1240-1249. Baxaq. Ali Monqol xaqanının canişinləri tərəfindən idarə edilməsi. Bu düzgün cavab ola bilər. Belə ki, Monqolların ikinci yürüşü zamanı Dərbəndin işğalından sonra Azərbaycan Böyük Monqol İmperatorluğunun tərkibinə düşdü və Azərbaycanı 1239-1256-da Ali Monqol canişinləri idarə etdi. Və 1240-1249 bu aralığa düşür. Digər variantlara baxaq. B variantı 1258-dir. Bu yanlışdır. C variantı 1220-1222-dir. Bu yanlışdır. Kürdən cənubdakı torpaqların Eldənizlər dövlətinin hakimiyyəti altında olması. Bu Şirvanşahların tabe olmasıdır. 1160 yanlışdır. Xayrəddinşah Çarləddinin yürüşü 1225 yanlışdır. Deməli, cavabımız burada A variantıdır. 6-dan. 19-cu əsrin ikinci yarısı Hindistan və Şimali Azərbaycan tarixinə oxşarlıq. A variantı. Müstəmləkə əsarətinə qarşı üsyanların baş verməsi. Bəli, bu doğrudur. Hindistanda bunu 1857-ci ildə sipahilərin fonunda, Şimali Azərbaycanda isə məsələn 1863-cü il Zaqatala üsyanında götürmək olar. Cavabımız A variantıdır. Digər variantlara baxaq. İlk kapitalist müəssisənin yaradılması. Bu Hindistan üçün ola bilər. Yerli baxımından, amma Şimali Azərbaycan üçün bu 1827 və Xanabad manufakturasıdır. Bu yanlışdır. Siyasi təşkilatların yaranması. Azərbaycanda siyasi təşkilatlar ilk dəfə 20-ci əsrdə olub. Bu da yanlışdır. Müstəqil dövlətçiliyin bərpası. 19-cu əsrin ikinci yarısında nə Hindistanda, nə də Şimali Azərbaycanda yerli dövlət yaranmayıb ki, biz onun fonunda deyək ki, müstəqil dövlətçilik bərpa olsun. Yerli hökmdarlar tərəfindən idarə olunan dövlətlərin müstəqiliyinə son qoyulması. Bu dövrdə nə Azərbaycanda, nə də Hindistanda yerli hökmdarlar tərəfindən idarə olunan dövlət yoxdur. Cavab A variantı. 7-dən. 1-ci Axistan. Adamın hakimiyyət illəri 1160-1196-dır. Paytaxtın Şamaxıya köçürülməsi əlbəttə müəyyən zəlzələdən sonra. Dərbənd keçidinin möhkəmləndirilməsi. Bəli, o qağlar tikdirib, Dərbənd keçidini möhkəmləndirib. İndi digər variantlara baxacağam. Hələ ki cavab kimi 1-2-ni görürəm. Aha. Bax, adi bir diqqətsiz eləmişik. Paytaxtı Şamaxıdan köçürülməsi olsaydı düz olardı. Amma Şamaxıya köçürülməsi deyir. O zaman nə etməliyik? 918 yazmalıyıq və bu hayırdır. Ona görə 1-in üzərindən xətt çəkirik. 2 düz. Eldənizlər dövlətindən vassal asılının qəbul edilməsi. Bəli, 1160-da onu Şəmsəddin Eldəniz gətirmişdi və Şirvanşah 1-ci Axistan ondan asılı olmuşdur. Düzdür, sonradan Şirvanşah 1-ci Axistan Eldənizin dövründə və onun oğlu Məhəmməd Cahan Pəhləvanın dövründə Eldənizlərə sadiq qalsa da, amma Qızıl Arslanın hakimiyyəti dövründə o Eldənizlərə qarşı çıxmışdır. Buna baxmayaraq Qızıl Arslan 1190-91-ci illərdə Şirvana yürüş edib və onu yenidən Eldənizlərə tabe etmişdir. Bir sözlə, Axsistanı tabe edən bir Şəmsəddin Eldəniz, yəni onu hakimiyyətə gətirərək, bir də Qızıl Arslan olmuşdur. Qaldı ki, Səlcuqlarla dost əlaqələrini pozan Axsistan deyil.
Çünki bu 1123-dür və Axistan hakimiyyət dövrünə düşmür. Atasıdır 3-cü mənsuur. Deməli, burada cavabımız Bakı variantıdır. Yəqin ki, bu səhifədə bir izah olmayan test qalmadı. Davam edək. 8-ci sual iptizma quruluşuna bağlıdır. Erkən Tunc dövründə əhali oturaq həyata keçdi. Xeyr, bu neolit dövrüdür. Yanlışdır. Şəhər tipli yaşayış məskənləri bu orta Tunc dövrüdür. Yanlışdır. Toxa əkinçiliyinin xış əkinçiliyi əlbəttə bu düzgün cavabdır. Siklopik tikililər bu son Tuncdur. Yanlışdır. Çiy kərpic və möhrədən evlər tikilməyə başladı. Neolit yanlışdır. Cavabımız C variantıdır. 9-a baxaq. Xəritədə ulduzla verilmiş şəhərin 8-9-cu əsrlər tarixinə aid xüsusiyyətləri müəyyənləşdirin. Baxaq. Söhbət yəqin ki, burada Bərdə şəhərindən gedir. Baxaq. Xəritədə Bərdə ilə Gəncəni bir-birlərinə o qədər yaxın verirlər ki, burada normal veriblər. Bu 100% yəqin ki, Bərdədir. Bəzən abituriyyentlərdə çaşır. Baxaq. 8-9-cu əsrlər. Ərəb əmirliyinin mərkəzi olmuşdur. Bu düzdür. Doğrudan da 705-ci ildə Bərdə Ərəb əmirliyinin mərkəzi olmuşdur. Əvvəlcə ərəblərin Qafqazda əmirliyinin mərkəzi Dəbil olub. Bütün Azərbaycan tabe olan zaman. Ax, bilirik, biraz geniş danışım bu barədə. Azərbaycanın cənubu tabe olub 643-də. Bütün Azərbaycan tabe olub 667-də Albaniya ilə. Və bütün Azərbaycan tabe olanda ərəblərin canişinliyinin mərkəzi Qafqazda Dəbil olub. Azərbaycanın cənubu işğal olunub 643-də. Bütün Azərbaycan işğal olunub 705-də. Bütün Azərbaycan işğal olunandan sonra isə əmirliyin mərkəzi köçürülür Bərdiyə. Yəni bir düzdür. Slavyanların qarəsi yürüyüşü nəticəsində zəifləmişdir. Bərdiyə axı onlar 944-də gələcəklər. Arşakilər sülaləsinin idarə etdiyi Albaniya dövlətinin paytaxtı olmuşdur. Axı Arşakilər 8-9-cu əsr görməyiblər. 510-da süqut uğrayıblar. Məziyyətlər sülaləsinin idarə etdiyi yarımüstəqil əmirliyin yaranması. Bəli. Nəzərə alsaq ki, bu 8-ci əsrdə yaranmışdır. 8-ci əsrin sonunda və Məziyyətlər sülaləsinin idarə etdiyi yarımüstəqil əmirlik. Bəli, bu Bərdidə yaranmışdır. Ona görə cavabımız 1-4-dür. Bax, belə. Bu sualın üzərində bir şey izah edeyim. Deməli, Ərəb əmirliyinin Qafqazdakı ilk mərkəzi dediyim kimi, bax, burada Dəbil idi. Sonra isə Bərdə olub. Biri də var. Cənubi Azərbaycanın mərkəzi. Cənubi Azərbaycanın mərkəzi ərəblər gələnə qədər olmuşdu Ərdəbil. Ərəb-Xəzər müharibələrindən sonra isə olmuşdu Marağa. Bunlar ərəblərin Qafqazdakı mərkəzləri deyil. Çünki Cənubi Azərbaycan onsuz da Qafqaz getmir. İran Qafqaza daxil deyil. Qafqazdakı mərkəzlər deyəndə əvvəl Dəbil, 7-ci əsr, sonra isə Bərdədir. Nəysə, uzun danışdım. 10. 2023-cü il 19-20 sentyabrında həyata keçirilmiş lokal antiterror tədbirlərinin nəticəsində Azərbaycan Respublikası Qarabağ bölgəsində öz suverenliyi bərpa etdi. Əlbəttə, Qarabağ tam-tamına bizimdir. Amma hələ də Ermənistanda olan bütün torpaqlarımızı almamışıq. Ermənistan işğalında olan bütün Azərbaycan. Sanki bir neçə saniyə ürəyim tez oxudu bunu. Hələ də Qazaxda bizim 4 kəndimiz qalıb. Yəqin ki, burada 2 səhv götürüləcək. Qarabağ problemi bitdi. Bəli, bu problem artıq bitdi. Rusiya sülh məramlı qüvvələri müvəqqəti olaraq Qarabağa yerləşdirildi. Əksinə, Rusların buradan çıxarılması yavaş-yavaş başladı. Rusiya sülh məramları yerləşdirilmişdir. Nə vaxt? 2020-də. Bax belə. 1-3. Davam edək. 11. Qara Yusif, Uzun Həsən və 1-ci İsmailə aid oxşar cəhət. Şirvanşahlar dövlətini asılı hala salması. Bu səhvdir. Uzun Həsən bu işə mane olur. Yerdə qalan Qara Yusif və 1-ci İsmail üçün bunu demək olardı. Yeni dövlətin əsasını qoymaları, bəli, bu üçü üçün də xasdır. Qanunnamə bu yalnız Uzun Həsən üçün xasdır. Osmanlılarla müharibə bu dəfə işləri Qara Yusif korladı. Çünki Qaraqoyunlular heç vaxt Osmanlı ilə müharibə aparmayıb, nə bəylik, nə dövlət kimi. Bu dəfə də işləri yenə Qaraqoyunlular korladı. Cavab B. 12. Şəddadilər və Rəvvadilər dövlətlərinin tarixinə aid oxşar cəhətlər. Salarilər dövlətinin süqutu nəticəsində yaranmaları, süqutu nəticəsində yaranan Rəvvadilərdir. Süqutu gedişində yaranan Şəddadilərdir. Bu yanlışdır. Yenə də baxaq. Şirvanşahlar dövlətini asılı salmışlar, heç birisi. Bu sadəcə Salaridir.
Səlcuqların asılı qəbul etmişlər hər ikisi. Və hər ikisi bunu 1054 deyib. Cavab C-dir. Ərəb mənşəli sülalə tərəfindən Rəvvadilər hə, Şəddadilər kürd verərdilər. Azərbaycanın cənublarında, cənub torpaqlarında Rəvvadilər hə, Şəddadilər şıdır. Şışılar şıdır. Şirvanşah Şəddadilər. 13. 14-15-ci əsrdə yaranmış dövlətlərdən deyil. Təbii ki, bu Dehli Sultanlığıdır. 1206, yəni 13-cü əsr. Osmanlı 1302, Ağqoyunlu 1468, Teymurlər 1370, İspaniya Krallığı isə 1479-da, Kastiliya və Aragon kral və kraliçalarının evlənməsindən sonra vahid halda birləşdirildi və mərkəzləşmiş İspaniya dövləti yarandı. Rekonkistanın gedişində A variantı. 14. 1787-də qəbul edilmiş ABŞ konstitusiyası nəzərdə tutulurdu. Hakimiyyətin bölünməsi, bəli. Dünyada hakimiyyət ilk dəfə ABŞ-da bölünüb. Kölənin ləğv edilməsi bu tam 1862-ci ildə verilən qərara görə 63 olacaq. Bütün vətəndaşlara seçki yolunun verilməsini nisbətən Thomas Jefferson kimi götürmək olar 19 əsrin əvvəllərində. O seçki sensini ləğv eləmişdi, amma yenə də qaradərlərlə bağlı problemlər həmişə olduğu kimi qalır. Vətəndaşlara söz, mətbuat və vicdan azadlıqlarının verilməsi, konstitusiyaya edilmiş ilk dəyişikliklər hüquqlar haqqında bilə görə 1791, bu da yanlışdır. Amerikanın yerli saytlı olan hindulara da bərabər hüquqların verilməsi heç vaxt. Əksinə hinduları hər fürsətdə qırırdılar. 15. Toxtamış xan və 1-ci Bəyazıdın fəaliyyətinə aid oxşar cəhət. Toxtamışın bir hakimiyyət illərini yazaq. 1380, 1395. 1-ci Bəyazıd isə 1389, 1402-dir. Səfəvlərlə müharibə aparmaları heç birisi demək olar ki, görməyiblər Səfəvləri. Nə də Ərdəbil hakimliyi falan da Ərdəbil hakimliyi kimi də mübarizə aparmayıblar. Azərbaycana yürüş etmələri. Toxtamış hə. 1-ci Bəyazıd xeyr. Məsələn, Azərbaycan ərazisində girmiş ilk Osmanlı kimi Səlimi götürmək olar. 1-ci Səlim Çaldıran döyüşündən sonra. Ona qədər olan o uzun əsrli falan döyüşlərin əksəriyyəti Şərqi Anadoluda gedirdi. Qaraqoyunlarla müharibə etmələri tamamilə yanlış bir variantdır və bayaq dediyim kimi Qaraqoyunlu Osmanlı savaşı heç vaxt olmayıb. Avropa səlibçilərinin qüvvələrini məlumat öğretmələri. Bu Bəyazıdla bağlı 1396 Niqbolu döyüşü. Ehtiyatlı olun, Osmanlı səlib yürüşlər deyilən bir tarixi hadisəyə məruz qalmayıb. Amma səlibçilərlə mübarizə aparıb. Səlibçi yəni xristian dövlətləri. D də yanlışdır. Əmir Teymurla döyüşdə məğlub olmaları bəli. Toxtamış təbii ki baş vermiş Terek döyüşündə. 1-ci Bəyazıd isə baş vermiş Ankara döyüşündə. Toxtamış və Bəyazıd bu döyüşdə öldürülməsələrdə, amma sonradan ölürlər. Cavab Y. Belə. Davam edək. İnşallah ki, bu səhifədə də yenə gözümüzdən qaçan bir test olmadı. 16. Qaraxanlı dövləti və Qəznəvi dövləti. Daxili çəkmə nəticəsində 2 hissəyə bölünməsi Qaraxanlı 1212-də, daha doğrusu 1042-də. Səlcuqlarla mübarizə aparması hər ikisi. Məsələn, deyir ki, Sultan Səncər hər ikisi üzərində qalib gəlmişdi. Hindistana yürüş Qəznəvilər dövləti. Samani dövlətinin ərazisini ələ keçirməsi hər ikisi öz alanda bölünmüşdü. Erkən orta əsrlərdə süqut etmələri. Erkən orta əsr türklər üçün 11-dir, amma Qaraxanlı dövləti 13-cü əsrdə, Qəznəvilər isə 12-ci əsrdə süqut olub. Bu da səhvdir. Ümumiyyətlə, Y variantlarını cavabdan silməliyik. 1A, 2C, 3B, D cavab uyğun gəlir. 17. 20-ci əsrin 30-cu illərində faşist diktatoriyasının qurulduğu ölkələri müəyyənləşdirin. Təbii ki, bu Almaniyadır. Faşistlər 32-də seçkin oldular, 33-də hökumətlərini yaratdılar, 34-də isə faşist diktatoriyası gəldi. Bir də İspaniya vətəndaş müharibəsindən sonra 1939-da faşist Francisco Franco'nun başçılığı altında faşistlər hakimiyyətə gəldi. Cavabımız 2-5-dir.
İlk faşist diktaturası isə maraq üçün deyim ki, 1922-də İtaliyadadır. Mussolini. 1-in Fransa, daha doğrusu İngiltərə, 3-ün Fransa olduğunu deməkdə fayda var. 18. Brest-Litovsk müqaviləsi ilə 1-ci Dünya müharibəsindən çıxdı. Təbii ki, bu Rusiyadır. 1918, 3 mart. Davam edeyim. 19. 1970-ci illəri Şimali Azərbaycanın neft sənayesi üçün xarakterlidir. Söhbət 1870-1879-cu illərdən gedir. Baxaq. Balxanın neft mədənlərində işləyən kəndlilərin icbari əməyinin ləğv edilməsi. Bu 1864-dür. Düşmür. İngilis kapitalının nüfuz etməsi 1890-cı illər. Qubbard. Düşmür. Neft emadən ilk sənəyə 1859 Rus kapitalistləri düşmür. İltizam 1872, bəli, bu bizim cavabımızdır. Bakı Ağ Neft Savcılar İttifaqı 93. Maraq üçün deyim ki, Y variantı ilə nefti insanlaşma başlayıbdır. 20-də. Osmanlıda olan torpaq mülkiyyət forması təbii ki, timar və ziyamətdir. Bu hərbi len sistemi adlanır. İqta bir çox dövlətlərdə olub. İqtanın riyazi cədvəli də 7-14-dür. Yəni 7-14-cü əsr özünə daxildir, paylanıb. Cagir isə təbii ki, bilirik ki, böyük Moğolda şərqdə torpaqdır. Tiyul Səfəvilər gətirib. Riyazi cədvəli 16-19-dur. Zəmindarlıq böyük Moğolda Hintlilərə verilən torpaqdır. Ehtiyatlı olaq. Zəmindardırsa Dehlidə iqta sahibidir və türkdür mənşəyi. Zəmindarlıqdırsa bu torpaq formasıdır. Böyük Moğolda Hintlilərə verilir və şərqdə torpaq sahibliyidir. Uc Səlcuqlarla mövcud olub və gedib. Bayrat Monqollarla gəlib, Monqollarla gedib. Qaldı ki, Y variantından sonra qaldı 4 dövlətdə olub. Qaraqoyunlu, Ağqoyunlu, Osmanlı və Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər və Böyük Moğol. Tiyul isə dediyim kimi 16-19-cu əsrlərdə olub, yuxarıda yazdım. 21. Göstərilənlər aiddir. Albaniyada xristiyan dinə aid qanunlar, Arşaklar Sulasının sonuncu nümayəndəsi təbii ki, bu 3-cü Məmməd adamın hakimiyyətləri 487, 510-dur. Bax belə. Xristiyan dinə aid qanunu isə təbii ki 488-ci ildə indiki Ağdam yaxınlığında Ağqoyun kilsə məclisidir. İnşallah bu səfərdə bir problemimiz qalmadı. Davam edək. 22. Hadisə nəticə əlaqələrinin doğru verildiyi cavabı müəyyənləşdirin. Gürcüstanın öz müstəqilliyi elan etməsi Zaqafqaziya Seyminin fəaliyyətinə son qoyulması. Düzgün cavabdır. Biz bilirik ki, Zaqafqaziya Seymi 1918-ci fevralından 26 maya qədər oldu. Çünki 26 mayda Gürcüstan onun tərkibindən çıxdı. A düzdür. Bakının azad olunması Bakı XKS-nin süqut edilməsi yanlışdır. Çünki Bakı azad edilib 1918-15 sentyabrda. Bakı XKS isə 1918-31 iyulda süquta uğramışdı artıq. Biz Bakını Bakı XKS-dən almadıq. Biz Bakını Sentral Kaspidən aldıq. Denikin təhlükəsinin artması AXC-nin Sovet Rusiyası ilə hərbi ittifaq bağlaması yanlış. AXC Sovet Rusiyasına bildirirdi ki, bu sizin öz şəxsi işinizdir. Batum müqaviləsinin imzalanması Osmanlı dövlət AXC müstəqilliyini tanıyıb, doğru. A, D. Cavab A-dır. 23. Xronoloji ardıcıllıq. Baxaq. İlk bələdiyyə seçkiləri bu 1999-dur. Ölüm cəzası 1998 şərqlikdə və bizdə. Avropa Şurasına 2001-də üzvük. Ehtiyatlı olun, amma Avropa Birliyinə üzv deyilik. Manat dövrəyə buraxılması 92, yeganə ödəniş 94. Kiçikdən böyüyə düşsək 4, 2, 1, 3-dür. 24. Teymurlar dövləti ilə Qaraqoyun dövlətinə oxşar cəhətləri. Osmanlılarla müharibə aparmaları. Qaraqoyunlar heç vaxt. Bu yalnız Teymurlara aiddir. Şirvanşılar dövlətinin tabe edilməsi hər ikisi. Əmir Teymur, Qara Yusif. Qanunnamə qəbul edilməsi. Teymurun qanunları var, amma Qaraqoyunda biz xüsusi bir qanunnamə görmürük. Ağqoyunlarla müharibə. Bu var. Teymur-Ağqoyunlu savaşı var. Teymurlarla Ağqoyunlu bəyliyi dost olsa da, amma Teymurlarla Ağqoyunlu dövləti savaş aparır, Muğan döyüşü. Qaraqoyunda isə təbii ki, bu Muş döyüşüdür.
Qaldı ki 16-cı əsrdə süqut etməsi bu Teymurlara aiddir 1507. Qaraqoyunlar isə 1468-də süquta uğramışlar. Cavabımız 2, 4-dür. 25. Osmanlı dövlətinin tənəzzülünün daxili səbəblərini müəyyənləşdirin. Təbii ki, mərkəzi hakimiyyətin nüfuzdan düşməsi bu düzgün cavabdır. Sənədlərini genişləndirə bilməməsi bu daxili yox, xarici səbəbdir. Ordu quruculuğunda nöqsanlar atmışdı, bu da daxili səbəbdir. Dünya ticarət yollarının çox sadə bir test tapşırığıdır. Xarici siyasətdir. Elm və təhsil tənəzzül uğrayır, düzdür. Yəni gördüyünüz kimi 1, 3 və 5. Kifayət qədər rahat bir sual. 26. Şimali Azərbaycanda 1930-cu illərində baş vermiş üsyanların məğlub olması səbəbləri. Əlbəttə ki, yerli xarakter daşıyırdı. Qacarlar dövlətinin Rusiyaya hərbi yardım göndərməsi bizim üsyanlarımız o qədər də möhtəşəm deyildi ki, Rusiya kimdənsə kömək alsın. 3 əlbəttə, 4 əlbəttə, 5 yanlışdır. Axı bizim bəzi yerli feodallar üsyanlara qoşulmuşdu. 1, 3 və 4. Uyğunluğu müəyyənləşdirək. SSR və Böyük Britaniya. Bax, burada mütləq şəkildə fikir verməliyik. Ola bilər ki, aid olsun SSR-yə, Böyük Britaniya, amma 20-cilər olmasın. Reyn təminat paktının imzalanması. Bu Böyük Britaniyadır. Burada SSR yoxdur. Heç Amerikada yoxdur. Sırf Avropa dövlətləridir. Böyük Britaniya, İtaliya, Belçika, Fransa. Bax, bunlardır. Və orada 5 dövlət olmalıdır. İngiltərə, Fransa, İtaliya, Almaniya və Belçika. Millətlər Cəmiyyətinin üzv olması hər ikisi üzv olub, amma SSR 34-dədir. Böyük Britaniya isə yarananda 1919, ona görə B yanlışdır. YIS çox maraqlı bir məsələdir. YIS 1921-dir. Tamam 20-ci illərdir, amma YIS-ə keçəndə heç SSR yox, çünki SSR imkdə yanacaq. Washington konferansına iştirak etməsi bu Böyük Britaniyadır. SSR-ni çağırmamışlar ora. Qaldı ki, konstitusiyanın qəbul olunması SSR-nin 2 konstitusiyası 1924-dür və bu düşür. İngiltərə tarixində isə biz heç vaxt konstitusiya görməmişik. 1689-da qəbul olmuş hüquqlar haqqında bil, sanki bu ölkənin konstitusiyası rolunu oynayır. 28. Şərq ölkələrində ali təhsil mədrəsədə verilirdi. Avropada belə təhsil ocaqlarını universitet adlandırırdılar. Azərbaycanda da çoxlu mədrəsələr fəaliyyət göstərirdi. Mədrəsədə dövrün görkəmli alimləri, bilikli adamları çalışırdı. Aha, tamam. 14-cü yüzillik, aha. Mənbədə bəhs edilən mədrəsənin qurucusu olmuş tarixi şəxsiyyət, təbii ki, bu məşhur alim, tarixçi, həkim, bir sözlə universal şəxsiyyət fəzlərə işlədilir. 29. Bəhs olunan mədrəsənin qurucusunun nizamən mülklə mənbədə verilməmiş oxşar cəhət. Mənbədə nə yazıb? Hər ikisi alimdir, aydın məsələdir. Hər ikisi mədrəsə tikdiriblər. Nizami Mülk Bağdad mədrəsəsi, şəhərin ilk mədrəsəsi, Nizamiyə. Yəqin ki, hər ikisinin vəzir olması haqqında bir məlumat verilməyib, dövlət xadimi olublar və hər ikisi müəyyən islahatların keçilməsində mühüm rol oynayıblar. 29. Bəhs olunan mədrəsənin qurucusu, aha bunu dedik. 30. Mənbədə bəhs olunan mədrəsənin qurucusunun fəaliyyətinə aid 2 nümunə yazın. Adam dediyim kimi həkimdir, adam vəzirdir, adam Qazan xan islahatlarının keçilməsinə vasitəçilik eləyib, adam Qazan xanın vəfatından sonra islahatların keçilməsinə nəzarət eləyib, adam möhtəşəm tarixçidir, Cami ət-Təvarix, yəni tarixlər toplusunun əsasını qoyub, tibbi müəssisələr açdırıb, yəni bir sözlə adam universitet şəxsiyyət olub. Bax, bu qədər mənim məzlərim. İnşallah hansısa bir səhifədə bir test nömrəsi diqqətimdən qaçmadı. Elə bir şey olsa şərh bölməsinə yazarsınız, biz sizin suallarınızı cavablandırarıq. Bizdən bu qədər. Sağ olun, var olun. Allah'a emanet olun.